Hörmətli izləyicilərimiz, Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksinə yeni mənzilimiz satışa çıxıb. Mənzilin qiyməti əla qiymətdir, sonda deyəcəm. Mənzilimiz bu mənzildir. Çöl qapı qoyulacaq. Giriş isə bu hissədir. Artırmaq olar bura kimi. Bura kimi çəkmək olar qabağa. Mənzilimiz bir otaqdır, 2 otağa düzəltmək mümkündür. 2 otağa düzəldiyi halda bütün otaqlara pəncərə düşəcək. Bura mənzilin zal hissəsidir. Mənzili 2 otağa düzəldəndə bu zala dəyilmir. Zal elə belə yerində qalır. Bura sanitar qovşaqdır. İşıq olmadığı üçün qaranlıq görsənir. Burada eyvan bağlanır. Bu hissə biraz arxaya çəkilir. Mətbəx yerləşdirir ora. Bir otaqda burada olur. Bu da elə bil çölə buradan pəncərə açmaq olur. Yəni birinci gün işığı çıxır. Nəticədə mətbəxin də pəncərəsi olur. Yataq otağında pəncərəsi olur. Mətbəxin girişi amma bu hissədən olur. Çünki elə bil buradan divar bağlananda buradan bağlanır. Biraz dediyim kimi eyvan arxaya çəkilir. Buradan çölə pəncərə olur. Və mətbəxə giriş bu hissədən olur. Mətbəxə giriş zaldan olur. Bu hissədən mətbəxə giriş olur. Mənzilimizin qiyməti 56.000 manat təşkil edir. 57 kvadratdır. Ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Buyurub əlaqə saxlaya bilərsiniz. Binanın yerləşmə yeri əla yerdədir. Növbəti elanlardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın.